Salam uşaqlar, hər birinizi xoş gördük. İnşallah biz bugün bölmə 4-ün ümumiləşdirici tapşırıqlarına baxacağıq. Tapşırıq 1. Boşluqlara uyğun anlayışları yazın. Burada belə bir sxem görürük. Sxemdə bəzi anlayışlar yazılıb, bəzi anlayışlar isə bizdən yazılması tələb olunur. Sol tərəfdə açar sözümüz təşkil olunur sözüdür. Nəyin nədən təşkil olunduğunu bilərək biz bu sxemi tamamlayacağıq. İlk olarak nüve anlayışını görürük. Nüve təşkil olunur neytronlardan, bir de protonlardan. Bəs nüve nəyi təşkil eləyir? Nüve əlbəttə ki, atomu təşkil eləyir. Onda buraya da biz atom yazarıq. Atomumuz yalnız nüvədən mi təşkil olunur? Xeyr, həmçinin elektronlardan da təşkil olunur. Onda bu boşluğa elektron yazarıq. Sağ tərəfdəki açar sözümüz isə təşkil edirdir. Atom nəyi təşkil edir? Maddəni təşkil edir. Bəs maddə nəyi təşkil edir? Kitabınızda buraya elementlər yazılır. Biz də oraya element yazaq. Amma bunu bilmək lazımdır ki, maddə element və birləşmələr təşkil etməz. Tam tərsinə element və birləşmələr maddəni təşkil edər. Onda bu hissəni biz yazmalıydıq buraya. Onda ifadəmiz belə olar. Atom təşkil edir element və birləşmələri, onlar isə maddəni təşkil edir. Davam edək. Burada isə atomun tarixi inkişaf modellərini ardıcıl olaraq sxemdəki boşluqlara dolduracağıq. İlk olarak Demokrit modeli ilə tanış olmuşduq. Ən qədim modeli bu idi. Onu təqib edən model isə Dalton modeli idi. Dalton modelinə görə atomlar körü şəklindədir və müxtəlif maddələr təşkil edən atomlar müxtəlifdir. Dalton modelini isə Thomson modeli izləyirdi. Thomson modeli isə ən müasir modelə ən yaxın olan model Rutherford modeli izləyirdi. Atomun bugün qəbul olunan ən son modeli isə Bohr modelidir. Davam edək. Çalışma 2. Şəkildə hidrogen atomları təsvir olunmuşdur. Aşağıda hidrogen, deuterium və tritium modellərini görürük. Bizə deyilir ki, bu atomlardan təşkil olunmuş elementlərin oxşar və fərqli cəhətlərini yaz. Buradakı bu şəkillərə baxsaq, görəcəyik ki, bu modellər bir-biri ilə yaşıl rəngli zərrəcik, yəni neytron sayısı ilə fərqlənir. Deməli, hidrogen atomunda neytron yoxdur. Deuteriumda 1 neytron var, tritiumda da 2 neytron var. O zaman bunların oxşar cəhətlərini yazaq. Hər üçü neytraldır. Hər üçündə elektronların sayı eynidir. Hər üçündə proton sayı eynidir. Xarici elektron təbəqəsindəki elektronların sayı eyni olduğu üçün kimyəvi xassələr də eyni olar. Bir də kimyəvi xassələri. Bəs fərqli cəhətlər nələrdir? Əlbəttə ki, bu atomlar neytronların sayı ilə bir-biri ilə fərqlənir. Yazıram onda neytron sayısı. Protonların sayı eyni olub, neytronların sayı fərqli olanda bunların kütlələri də fərqli olur. Deməli, bir də kütlələri fərqlidir. Davam edək. Çalışma 3. Euler-Venn diaqramında Bohr modelinə görə atom və onun nüvəsi üçün uyğun bəndləri qeyd edin. Burada atom var, nüvəsi var. 1. Gözlə görmək mümkün deyil. Nə atomu, nə də onun nüvəsini sadəcə göz ilə görmək mümkün deyil. Elektrik yükü müsbətdir. Atom ümumi baxımdan elektrik yükü yoxdur. Yəni o neytraldır. Lakin nüvədə proton və neytronlar olur. Neytronlar neytral olsa da protonların yükü müsbətdir. Onda elektrik yükü müsbət olan zərrəciyimiz nüvədir. 2-ni buraya yazarıq.
3 neytraldır. Az əvvəl dedik ki, atom ümumilikdə neytraldır. 2 buraya yazırıq. 4. Diametri daha kiçikdir. Nüvə atomun daxilində yerləşdiyi üçün nüvənin diametri daha kiçikdir. 4'ü də nüvəyə yazdıq. 5. Proton, neytron və onun ətrafında hərəkət edən elektronlardan təşkil olunmuşdur. Nüvədə elektronları yoxdur. Əlbəttə ki, atom, proton, neytron və elektronlardan ibarətdir. Davam edək. Çalışma 4. Thomson modeli niyə kişmişli Keks modeli də adlandırılır? Çünki Thomson modelində elektronlar keksin içərisində kişmişlər necə yerləşibsə, o formada yerləşmişdi. Siz bunu ifadə şəklində buraya yaza bilərsiniz. Davam edək. Çalışma 5. Aşağıda verilənlərdən hansının kütləsi ən kiçikdir? Atomun kütləsi ən kiçik ola bilməz. Çünki atom nüvədən, elektronlardan təşkil olunub. Nüvənin də kütləsi ən kiçik olmaz. Çünki o proton və neytronlardan təşkil olunub. Qaldı elektron, proton və neytron. Proton və neytronun kütləsi təxminən eynidir və nüvə atomun kütləsinin demək olar ki, hamısını təşkil etdiyi üçün elektronların kütləsi proton və neytronların kütlələrindən təxminən 1000 dəfə və yaxud da 1000 dəfələrlə daha kiçikdir. Onda doğru cavabımız olar C bəndi. Çalışma 6. Boşluqları doldur. Burada atom təşkil edən zərrəciklər yazılıb. Burada onların işarəsi, bu sütunda isə yükləri yazılıb. Atomu təşkil edirdi elektronlar, protonlar, neytronlar. Elektronun işarəsi Y idi, protonun işarəsi P idi, neytronun işarəsi isə N idi. Elektronun yükü -1'dir. -1Y yazaq. Protonun yükü müsbət 1Y'dir. Neytronun isə yükü yoxdur.